Ümid bilirsənmi nədir? Ümid utanmamaq üçün görünən son işıqdır. Ümid qorxudan azad edən yeganə vasitədir. Ümid məhəbbətin qələbəsinə inamdır. Ümid sədaqət uğrunda aparılan mübarizənin qələbəsidir. Ümid xilasa aparan yelkəndir. Ümid Allahın razılığına gedən tək səbəbdir. Ümid Allahın hələ də Rəbb olduğunu iqrar etməkdir. Ümid sondur dediyin anda yenidən güc tapıb ayağa qalxmaqdır. Ümid ürəyin yükü nə qədər ağır olsa belə sülhün və sevincin var olduğuna inanmaqdır. Mən də sənin kimi bugün ümid axtarırdım və ümidin daxilimdə olan o balaca işıq olduğunu hiss elədim. O işıq ki, o bizim yollarımıza nur saçır, addımımıza çıraqdır. Ümid Allahın kəlamıdır. Bizə verdiyi sözdür. Səni qoruyacağam, səninlə olacağam, getdiyin hər yerdə sənə dayaq olacağam deyən həmin o sözlərdir.